Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov Üzeyir Əbdülhüseyin oğlu Hacıbəyov 1885-ci ildə Şuşa yaxınlığında Ağcabəddə anadan olmuşdur. Atası ədəbiyyat sahəsində, anası isə musiqi sahəsində yüksək mövqe tutmuşlar. Musiqiyə olan həvəsi anasından mənimsəmiş Üzeyir Hacıbəyov 7 yaşında ikən tarda və kamançada yaxşı çalırdı. Muğamat oxuyur. Üzeyir Hacıbəyov 1897-ci ildə Şuşada olan 2 illik Rus-Tatar məktəbinə daxil oldu. Həmin məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra 1899-cu ildə Qori müəllimlər seminariyasına daxil oldu. Seminariyada təhsil aldığı müddətdə o pedaqogika, rus dili, riyaziyyat, təbiətşünaslıq, rəsm və rəsmi xəttdən nümunəvi sınaq dərsləri aparmışdır. 1904-cü ildə seminariyanı bitirdikdən sonra Bakıya qayıdır və Hadrut kəndində müəllimlik edir. İbtidai siniflərdə dərs deməklə yanaşı, o şagirdlərdən ibarət xor kollektivi təşkil edir. Sonralar o Bibiheybətdə Səadət məktəbində Azərbaycan və Rus dillərindən, eləcə də nəğmə və hesabdan dərs deməklə məşğul olmuşdur. 1905-ci ildə Üzeyir Hacıbəyov filankəs ləqəbi ilə Həqiqət, İrşad, Tərəqqi qəzetlərində çıxışlar edir. Kiçik məqalə və felyetonlar vasitəsilə oradan-buradan başlığı altında vacib məsələləri oxucuların nəzərinə çatdırırdı. Üzeyir Hacıbəyov 1907-ci ildə opera yazmaq qərarına gəlir. Bu dövrə qədər hələ Azərbaycanda opera yazılmamışdı. Onun yaratdığı ilk Leyli və Məcnun operası Azərbaycan musiqi mədəniyyəti tarixində ilk opera olmuş və çox böyük müvəffəqiyyət qazanmışdır. Bəstəkar bu opera ilə Azərbaycanda opera sənətinin təməlini qoydu. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin poeması əsasında yazılmış bu opera Nicat Cəmiyyətinin teatr bölməsinin opera artistləri tərəfindən tamaşaya qoyulmuşdur. 1897-ci ilin avqustunda burada tamaşa oynandı. Daha doğrusu tamaşadan bir parça. Məcnun Leylinin məzarı başında. Uşaqlar, mənə diqqətlə qulaq asın. Mən işarə verən kimi hamınız bir yerdə oxuyarsınız. O dünən məşq elədiyiniz havanı. Bildiniz? Laf yaxşı. Üzeyir Hacıbəyov Leyli və Məcnun operasından sonra ardıcıl olaraq bir sıra operalar yazmışdır.
Şeyx Sənan, Rüstəm və Sührab, Şah Abbas və Xurşid Banu, Əsli və Kərəm, Harun və Leyla. 1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedir. Lakin maddi vəziyyəti çətin olduğundan təhsilini davam etdirə bilmir. Bakıya qayıdaraq yazdığı operaları səhnəyə qoymaqla məşğul olur. 1913-cü ildə musiqi təhsilini davam etdirmək üçün bu dəfə Peterburqa gedərək konservatoriyaya daxil olur. Bu dövrdə o, Arşın Malalan musiqili komediyasını yazır. ...1914-cü ildə Bakıya qayıdan Üzeyir Hacıbəyov mətbuatda bir sıra məqalələrlə çıxış edir. Onun Xoşboğazlar, Məzəli işlərimiz, Müsəlmançılıq, O Heç, Külçülük feleytonları tənqidi nöqteyi nəzərdən qiymətlidir. 1915-ci ildən etibarən Üzeyir Hacıbəyov Yeni İqbal qəzetinin redaktoru, 1906-cı ildən etibarən isə müdiri və baş redaktoru olmuşdur. Üzeyir Hacıbəyov 1921-ci ildə Bakıda Türk Musiqi Məktəbini təşkil edir. Əvvəllər fəaliyyət göstərən Xalq Konservatoriyası 1921-ci ildən etibarən artıq Azərbaycan Dövlət Konservatoriyası adlanır. 1926-cı ildən etibarən Türk Musiqi Məktəbi Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının tərkibinə daxil olur və onun Xalq Musiqi şöbəsi adlanır. 1926-cı ildə Üzeyir Hacıbəyov əvvəl konservatoriyanın prorektoru, sonra isə ömrünün axırınadək rektoru vəzifəsində çalışmışdır. Üzeyir Hacıbəyov Azərbaycan milli folklorunu dərindən öyrənirdi. O, Müslüm Maqamayev ilə birlikdə 1927-ci ildə bir sıra Azərbaycan xalq mahnılarını toplamış, nota salmış və işləmişdir. Həmin dövrdə Üzeyir Hacıbəyov Azərbaycan xalq musiqisinin əsasları adlı böyük əhəmiyyət kəsb edən elmi tədqiqat əsərini yazır. Bəstəkar kütləvi mahnı janrında da öz istedadını nümayiş etdirirdi. Onun Döyüşçülər marşı, Qara Gözlər, Komsomolcu qız mahnılarında milli kolorit öz əksini tapır. Üzeyir Hacıbəyov İran şairi Firdosinin anadan olmasının 1000 illiyi münasibəti ilə xor və simfonik orkestr üçün kantata yazmışdır ki, bununla o Azərbaycanda ilk kantata janrının əsasını qoymuşdur. 1931-ci ildə Üzeyir Hacıbəyov Azərbaycanda ilk notlu xalq çalğı alətləri orkestrinin təşkil olunmasında yaxından iştirak etmişdir. Həmin orkestr üçün çahargah, şur fantaziyalarını yazmışdır. 1936-cı ildə bəstəkar Dövlət Xor kollektivini yaradır. Üzeyir Hacıbəyovun 1932-ci ilədək yazdığı simfonik orkestr üçün təntənəli marş, xor və orkestr üçün təntənəli himn, fortepiano, skripka və violonçel üçün trio və bu kimi əsərlər demək olar ki, Koroğlu operasının yaranmasına bir növ hazırlıq idi. Üzeyir Hacıbəyov 1932-1936-cı illərdə Koroğlu operası üzərində işləyərək ilk Azərbaycan klassik opera növünü yaratmışdır. Operanın ilk tamaşası 1937-ci ildə olmuşdur və həddindən artıq böyük müvəffəqiyyət qazanmışdır. Opera həmçinin 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti 10 günlüyündə müvəffəqiyyətlə tamaşaya qoyulmuş və paytaxt dinləyicilərinin rəğbətini qazanmışdır. Koroğlu operasında bəstəkar ilk dəfə olaraq milli musiqini Avropa klassik opera ənənələrinə birləşdirərək vahid bir əsər növünü yaratmağa müəssər olmuşdur. Musiqili komediya janrında bəstəkar Ər və Arvad, O olmasın, bu olsun, Arşın Malalan əsərlərini yazmışdır. Onun bu komediyalarında qadın azadlığı uğrunda olan mübarizə
öz əksini tapmışdır. 1940-cı ildə Üzeyir Hacıbəyov dövlət mükafatına layiq görülür. ...1941-1945-ci illərdə o böyük vətən müharibəsinə həsr olunmuş bir sıra əsərlər yazmışdır. Onun Vətən uğrunda mahnı silsiləsinə Ananın oğluna 1937-ci ildə Azərbaycan SSR-nin xalq artisti, bir il sonra SSR-nin xalq artisti adına layiq görülmüşdür. Onun ədəbi, elmi və musiqi irsi mətbuatda yüksək qiymətləndirilmişdir. 1945-ci ildə Üzeyir Hacıbəyov Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O daima mətbuatda çıxış etmişdir. Yazdığı məqalələrin əsas ideyası Azərbaycan musiqisinin inkişafı probleminə həsr olunmuşdur. Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyov görkəmli bəstəkar, musiqiçi, ictimai xadim, alim, gözəl publisist və pedaqoq olaraq Azərbaycan professional bəstəkarlıq məktəbinin yaranmasında böyük rol oynamışdır. Musiqi üslubunun özünə məxsusluğu, xalqlılıq, yüksək ideyalılıq və millilik Üzeyir Hacıbəyov yaradıcılığının diqqəti cəlb edən xüsusiyyətlərindəndir.